Oruç tutan adamın yatması şəriət baxımından qadağan deyil, insan yata bilər. Ancaq sanki o oruç tutduğu halda edəcəyi xoş əməllərdən, fəzilətli işlərdən yayınmaq üçün və yaxud da orucun müəyyən qədər ona bəxş etdiyi o əzab əziyyətdən xilas olmaqdan ötürü yatmaq fəzilət baxımından doğru deyil. Yəni orucun savabını aradan aparan bir şeydir. Sanki bu bir xırda pəhrizkarlığa bənzəyir. Orucun mahiyyəti ondan ibarətdir ki, insan həmin gün ərzində az qalmaqla yanaşı xeyirli əməllərlə məşğul olsun, həm də o azlığa, susuzluğa dözsün və əsas da ictimai fəaliyyətini davam etdirsin. Oruç tutan adamın yanında yemək yeyən adam da günah qazanmır və oruç tutan adama da bir problemi yoxdur. Bu sadəcə ədəb baxımından deyilib ki, bu biraz qənaətbəxş deyil. Ancaq əslində oruç tutan adam elə şeylərə dözməklə, tutaq ki, yeyib içən adamları görməklə və yaxud da digər necə əvvəlki həyatında məşğul olurdusa, o cür də məişətini davam etdirməklə məhz bu məsələlərə dözməsi, nəfsinə qalib gəlməsi də elə əsas orucun mahiyyəti və fəlsəfəsi. Yoxsa elə hər şeydən yayınaraq rahatçılıqla keçirməyə qalsaydı da bu orucun bir fəziləti, mahiyyəti olmazdı. Gərək məhz bax o cür şeylərə insan tab gətirməklə öz nəfsi istəklərini də, tutaq ki, başqa yeyənləri görür, öz nəfsinə qalib gəlir və bununla da orucun savabını, fəzilətini artırmış hesab olunur.